Lillahi Rabbil Alamin. Elhamdülillahil kaini qabla en yakuna kursiyyun ev arş ev semâun ev ard ev cannun ev ins la yudrak bi vehmin ve la yuqaddar bi fehmin. Allahümme salli ve sellem ala nebiyyina ve rasulina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala Fatıma ve ala Ali ve ala Hasani ve Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Gâimil Mahdi. Kur'an-ı Kerim'de hiçbir şey de gizlin kalmayıp ve la ratbin ve la yabisin illa fi kitabin mubin. Her bir yaşlıq, her bir quruluq, her nöqtə o kitab-ı mubində qorunub saxlanılır, var. O Kur'an-ı Kerim ki çox qədim söhbətlərə qayıdır, çox böyük məsələlərdən danışır. Məsələn, Rumun Farsa qalib gəlməkliyi, böyük dövlətlərin əli ilə Yahudi dövlətinin yaranmalığı, Yəcuc, Məcuc, planetlər barəsində və ilaxır bütün mövzulara toxunan Kur'an-ı Kerim ola bilməz ki, İslam dininin müqəddəratını həll edən və Allahın istəklərin sonunda doğruldan bir hüccəti haqqında söhbət eləməsin. Təbii ki, bu mövzuda da Allahın özünün sözü var. Amma necə Kur'an-ı Kerim başqa mövzulara işarələrlə toxunur, çox az hallarda hadisələrdən sırf ad aparır, bu məsələnin də bu cür qoymaqlığı ilə bir növ insanların imanını qoruyub saxlayıb. Kur'an-ı Kerimdə bu barədə ayələr çoxdur. Əgər fürsət olsa, bəzi məclislərdə mən ona işarə edəcəm. Amma bugün elə bir dənə ayənin haqqında söhbətim olacaq. Qâlel Hakim fi kitabih və nuridu ən nəmunna aləl-ləzīne istud'ifu fil-ardı və nec'alahum əimmətən və nec'alahumul varithin və numəkkinu lahum fil-ardı və nərə fir'aunə və hamana və cunudahuma minhum mə kanu yahzarun. Mübarəkə Qəsəs surəsinin 5-ci və 6-cı ayələridir. Allah buyurur: "Və nuridu ən nəmunna aləl-ləzīne istud'ifu fil-ard." Yer üzərində zəiflənmiş, məzlum vaqe olmuş insanlara iradəmiz, istəyimiz budur ki, bir dənə minnət qoyaq. Hansı minnəti? Zəiflənmiş insanlara bir minnət qoyuruq. Nə ilə? "Və nec'alahum əimmətən." Onları insanlara imam qərar veririk və nec'alahumul varisin və onları yer üzərində varis qərar verəcəyik. Və numakkina lahum fil arzi, onlar üçün yer üzərində qüdrət, hökumət əlaməti sayılan hər şeyi hazır edərik. Və nərə fir'aun və göstərərik Fir'ona, Hamana, onun vəziri idi Fironun və cunudahuma və onun qoşununa, onların qoşunlarına makanu yahzarun, onların qorxduğu şeyləri, onların qorxu çəkəcəyi şeyləri qüdrət əlaməti olaraq onlar üçün qərar verərik. Bu ayənin haqqında Həzrəti Əmir əleyhissalamın Mevləl Muttəqin, İmamul Muttəqin İmam əleyhissalam buyurur ki, Nəhcül Bəlağəsində 3-cü cilddə buna belə işarə eləyir. Qala Aliyyun aleyhissalam: "Ləta'tifənnəd dünya aleyna ba'də şiməsihə atfəd-durus əla vələdiha." Bu hədisi deyəndən sonra və təla aqibə zəlikə qavluhu Teala. Bu hədisini deyəndən sonra Qurandan həmən bu oxuduğum ayəni, yəni Qəsəs surəsinin 5-ci ayəsini oxuyur ki, "Nuridu ən nəmunna aləl-ləzīne istud'ifu." Nə dedi?
Əli əleyhissalamın hədisi nə buyurur? Necə tərcümə olunur? لَتَعْتِفَنَّ-الدُّنْيَا عَلَيْنَا Dünya bizə mehribançasına üst çevirdi. Bizlə mülayimləşdi. بَعْدَ شِمَاسِهَا عَتْوَ الدُّرُوسِ عَلَى وَلَدِهَا Bir dəvənin balasına olan münasibəti kimi. Həzrət Əli əleyhissalam dünyanı bənzədir həmən o dəviyə ki, əvvəli onun zaidir, yaxına gələni vururdu. Qoymurdu belinə minməklikə. Ondan sonra elə mülayimləşir ki, bu dəvə. İndi özü istəyir ki, gəlsin balası ona tərəf. Özün hazır vəziyyətdə, sütünü də saxlayır ki, gəlsin. Molla buyurur ki, dünya və onun hökuməti bizlərə qarşı həmən münasibətdə oldu. Yəni, buradan belə nəticəyə gəlir ki, mənasını belə deyir. Və məna kəlamuhu innəd dünya tuqbəl ələ əhlil beyt bə'dəl cəfaid tabil vəl məkarihil kəsir çoxlu zülümlər, çoxlu sitəmlər və çoxlu acınacaqlı halları üz verəndən sonra dünya indi bizə mülayimət göstərir. Göstərəcək. Vəl-məqsud qiyamul hukumətil əhl-i beyt. Məqsəd burada Əhl-i Beyt əleyhissalamın hökumətidir. Və intisaratihim alə ə'daihim və Əhl-i Beytin öz düşmənlərinə qələbə çalmalığına işarə edir. Və təzəllülə cəmi'i subatilləti və qəfət həcrə əfrətin fi tariqi nehsətihimil müqəddəsə. Onların müqəddəs yollarında dayanan bütün çətinliklərin aradan qaldırılmasını göstərir, sübut edir. Və təsəvvələhumud dünya bə'də suubatiha. Bütün çətinliklərdən sonra dünyanın onlar üçün bir asanlığa çevriləcəyini müjdəliyir. Ənil İmam əleyhissalam, dalısınca İmam əleyhissalam buyurur: Əl-mustaz'afuna fil-ərdil məzkuruna fil-kitabil-ləzīnə yec'alahumullah ə'immətən nəhnu əhl-i beyt. O müstəzəflər ki, yəni zəiflənmiş qüvvələr, onlara qarşı güc tətbiq ediblər, zor tətbiq ediblər, onları zəiflədiblər. Həmən o kitabda vədə verilən hansı ki, onlar Allah tərəfindən imam qərar veriləcək, o biz əhl-i beytik. Yəbəsullah məhdiyyəhum fəyəizzuhum və yəzillu aduvvəhum. Allah Teala onların məhdisi məbus edəcək. Bunun vasitəsilə onlar izzət tapar, Əhl-i Beyt onun tərəfdarları. Və yəzillu aduvvəhum və düşmənləri zəlil olar inşallah. Burada 2 dənə qeyd var, bəlkə də 3 dənə. Bunlar mütləq toxunulası məsələlərdir. Nədir bunlardır? Deyir, əgər ayənin şənin uzununa baxsaq, görərik ki, bu ayə Bəni İsrail tayfəsi haqqında nazil olub. Və orada Musanın müjdəsidir. Dalısıncan Firon, Haman bu söhbətlər olur. Bu bizə necə gəlib çıxır, necə təsadüf edir ki, bu imam zamandır. Deyir ki, tarix tam açıqlığı ilə sübut edir ki, müstəzəf, zoran, zəifləməyə məcbur qalana deyərlər. Bunlar tarix boyu Peyğəmbərin Əhl-i Beytindən başqa heç kim bu qədər müstəzəf olmayıb. Hətta Həzrət Rasulullah da bunu özü buyurur. Deyir ki, mən daha bunlara toxunmaq istəmirəm. Amma ümumi işarəni belə buyurur ki, və tarixul İslami yəşhədu və yüsərruh bi'ala suti bi'ənnə Ali Muhammed istəzəfəhumun nas min yevmi fariqə Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbərin firaqından, ayrılığından bu günə qədər müstəzəflər yer üzərində Peyğəmbərin balaları olub, onun Əhl-i Beyti olub. Birinci buna dəlilimiz Əli əleyhissalamın özünün o kəlamındakı sözüdür. Buyurur ki, müstəzəf o ayədə bizik. Əli əleyhissalam ən böyük etimad olması nöqtə. Bu bir. İkincisi,
Qrammatik nöqteyi nəzərdən buna yanaşanda deyir ki, görünür bu ayə Musanın və Fironun dövrünə neçə min il sonra nazil olur. Əgər bu neçə il bundan sonra nazil olubsa, gərək orada Allah müjdə verəcək, qüdrət yaradacaq, gələcək zamandan danışmazdı. Burada gərək danışardı. Məsələn, ayənin əvvəlində oxuduq ki, nuridu ənnemunnə. Biz iradə eləyəcəyik gələcəkdə. İradəmiz bu olacaq ki, onları imam qərar verək. Əgər o dövrə fəqət təsadüf eləsəydi, onda deyərdi ki, nuridu yox, deyərdi ki, mənnəllah. Mənəntu deyərdi, mənənna deyərdi. Yəni, minnət qoyduq onların boyuna, onlar üçün imam qərar verdik. Ayələrin bir dənə tərcüməsi var, bir dənə təfsiri var, bir dənə təvili var. Quran ayələrinin bir dənə təvil deyilən məfhumi var. Quran ensiklopediyası kitabını oxuyanlar onu bilirlər. Yəni, bir dənə zahiri mənadan əlavə onun bir gizli mənası da olur. Ona təvil deyərlər. Quranın təvili bütün dövrlərə hamısında təsadüf eləyə bilər. O hadise doğrula bilər. Deyir ki, əgər o zamana aid olsaydı, bütün feillər hamısı keçmiş zamanda aid olardı, o cür işlənərdi. Amma biz görürük ki, bunlara vədə verir, gələcək, o hökumət qurulacaq, onda filan şeylər, şəraitlər hazır olacaq, ayə nazil olan vaxtdan neçə min il qabaq bu hadisələr olmuşdu. Deyərdi ki, biz elədik və o şəraiti orada yaratdıq. Amma yaratdıq demir, elədik demir, eləyəcək gələcəkdə işarə edir. Necə ki, Ali İmran 140, 164-də, Nisa 94-də, Taha 37-də bu kimi kəlmələrdən istifadə edib Allah-u Teala ləqəd mənnəllah, kəzəlikə kuntum mənnə qəblə fəmənnəllah və ləqəd mənnənnə alə Musa və Harun. Bunların hamısında deyir ki, köhnə tarixlərdən danışanda Allah Teala onlara minnət qoyduq kəlməsini işlədim. Amma bu ayədə minnət qoyacaq gələcəkdə. Buna işarə edir. Və həmçin ola bilsin ki, burada düşünülə bilər, yaxşı bəs bu ayədə Harun, Haman, üzr istəyirəm və Firon kəlmələri istifadə olunub, bəs bunlara qorxu gələcək və onlar üçün qorxu olan şeylər fərahim olacaq. Bundan məqsəd nədir? Bu sözümə tamamlayıram. İmam Baqir və İmam Sadiq əleyhissalamdan rəvayət olunur ki, fi təvili hədihil ayə, bu ayəni təvil edərkən buyurublar, innəl muradə min Firon və Haman fi hədihil ayə. Bu ayədə işlədilmiş Firon və Haman kəlməsi huma rəculan min cəvabirə Qureyş. Bu Qureyşdən olan zülümkar kişilərin adlarıdır. Yuhihum Allah Teala ində zuhuri İmam-ül Məhdi fi axiriz zaman. Allah son zamanda, axirət zamanda Məhdinin zuhurunda onları dirildəcək və yəntəqo minhə bimə əsləb. Qabaqçı işlərinə görə onlardan intiqam alacaq. Bəs bu, İmam Zaman haqqındakı ayələrdən birinə işarə edir. Amma bundan da artıq ayələr var və çox sərih, çox açıq, aşkar dəlalət edən ayələr də var ki, bunu mən bir dəfə demişdim, ona görə qeyd edirəm. Biraz anlaşılmazda qalmışdı ki, hardan bu İmam Zaman gəlişinə dəlalət edir, ona görə açıqlama verdim. Amma bundan da açıq surətdə dəlalət edən ayələr var, hədislərlə, əhimmədən gələn xəbərlərlə, inşallah onlar da vaxtaşırı xidmətinizə çatdırarıq. Əuzu billahi minəşşeytanirracim, bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şaniyaka huvel abtar. Sadaqallahul aliyyul azim.